El-aləm nə deyər? Başqalarının fikri bizim üçün niyə bu qədər önəmlidir? Elin, aləmin dediyi bizim üçün niyə bu qədər önəmlidir? Gəlin bugün bu mövzudan danışaq. 100 illər əvvəl qəbilədən qovulmaq ölümlə bərabər deməkdir. Yəni ki, qəbilə səni qəbul etmirsə, sən qəbilədən qovulacaqdın və nəticədə sənin ölmə şansın artırdı. Və nəticədə sağ qalmaq bərabərdir qəbul olunmaq faktoru formalaşmağa başladı. El-aləm dediyimiz anlayış bizim üçün müasir qəbilələrdir. Beynimiz bunu belə qəbul edir ki, biz el-aləm tərəfindən, qonum-qonşu tərəfindən qəbul olunmasaq, biz öləcəyik, biz sağ qala bilməyəcəyik. Ona görə də insanlar tərəfindən qəbul olunmağa mütəmadi olaraq özümüzü məcbur edirik. Persona və kölgə. Jungun nəzəriyyəsinə əsasən biz fərdlər olaraq personadan və kölgədən ibarətik. Persona bizim özümüzü insanlara göstərmə formamızdır. Misal üçün gülər üzlü, intellektual, xoşbəxt və s. kimi. Kölgə isə bizim əsl istəklərimizdir. Cəmiyyətdən gizlədiyimiz, əslində sevdiyimiz, görülməsindən qorxduğumuz tərəflərimizdir. Problem onda yaranır ki, insanlar öz maskasından o qədər güclü yapışırlar ki, onlar daxillərini unutmağa başlayırlar. Və daxillərini unutduqdan sonra da o müəyyən təşviş pozuntularına, depressiyaya və s. kimi psixolojik problemlərə gətirib çıxara bilir. Diqqət mərkəzi effekti. Psixologiyada belə bir termin var. Bu termin nədən ibarətdir? Bir çoxumuz elə bilirik ki, hamı bizim haqqımızda düşünür, hamı bizim hərəkətlərimizə fokuslanıbdır, bizim səhvlərimizi və düzlərimizi axtarırlar. Amma elmi araşdırmalar onu göstərir ki, insanların bir çoxu bizim düşündüyümüzdən böyük faiz olaraq bizim haqqımızda düşünmürlər. El-aləm nə deyər qorxusu bizi reaktiv davranışa sövq edir. Reaktiv davranış nəticəsində də biz artıq öz istəklərimiz əsasında deyil, başqalarının gözləntiləri və istəkləri əsasında yaşamağa başlayırıq. Nəticədə nə baş verir? Nəticədə biz artıq özümüzdən, öz mənliyimizdən, öz kimliyimizdən uzaqlaşırıq. Uzaqlaşdıqca da psixoloji problemlərimizin sayı artır. Çünki biz öz istədiyimiz kimi öz həyatımızı davam etdirə bilmirik. Belə bir sual yaranır ki, biz sosial məfhumları və cəmiyyətin fikri təbii ki, bizim üçün önəmlidir. Onda biz necə yaşayaq? Burada artıq sizin şəxsi xarakteristikanız, sizin düşüncəniz işin içərisinə keçir. Əgər ki, cəmiyyətin fikri sizin üçün həqiqətən də önəmli deyilsə, o zaman öz cəmiyyətin qəbul etmədiyi həyatınızı olduğu kimi nümayiş etdirə bilərsiniz. Bu sizə əgər psixolojik olaraq təsir edirsə. Yox, bu sizə psixolojik olaraq təsir edirsə, amma siz həm də bu həyatı yaşamaq istəyirsinizsə, nümayiş etdirməməyi seçə bilərik. Yox, biz həm nümayiş etdirmək istəyiriksə, həm də cəmiyyətin qına obyektinə çevrilmək istəmiriksə, bunun üçün cəmiyyət dəyişilməlidir. Bunu da biz bacarmayacağımıza görə, ona görə də bu halla necə mübarizə aparmağı öyrənməliyik. Bu halla necə mübarizə aparmağı öyrənməyin də tək yolu professionaldan dəstək almaqdır.